Ümumiyyətlə düşünürəm ki, bunun xüsusi üsulu çox çalışmaq, fədakarlıq, əzmkarlıqdır. Və mən də 1-ci sinifdən ta ki 11-ci sinifə qədər daim çalışqan olmuşam. Düşünürəm ki, burada əsas rolu fədakarlıq da böyük rol oynayır. Məsələn, mənim digər həmyaşıdlarım əylənərkən, istirahətlərinə müəyyən qədər yer ayırarkən mən vaxtımın böyük bir qismini təhsilimə sərf etmişəm. Düşünürəm ki, vaxtımın böyük bir hissəsini daha çox dərsimə ayırırdım. İstirahətimə də çox qısa bir müddətdə ayırmışam. Ilmin xüsusi buraxılışlarından, xüsusən test toplularından, 20 sınaq test kitablarından da daha çox istifadə etmişəm. 4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Arzum həkim olmaqdır. Düşünürəm ki, xeyr, çünki abituriyent təkcə 2 günə bu məsələni bütövlükdə həll etmək mümkün deyil və bu yüksək nəticə əldə etmək istəyən abituriyent nəinki 2 günə, ümumiyyətlə ta ki 1-ci sinifdən 11-ci sinifə qədər əzmlə çalışmalıdır. Bu yol ümumiyyətlə çətin, əziyyətli və kəşməkeşlidir. Bu yolda bəzən yoruluruq, hətta tükənib xəyallarımızdan vaz keçə bilərik. Mənim bu yolda məni hər zaman dəstəkləyən valideynlərimə, təhsil aldığım məktəbin Zəngil liseyinin kollektivinə dərin təşəkkürlərimi bildirirəm. Yəni vaxtı idarə etməkdə xüsusi bir problem yaşamadım. Ən böyük və önəmli tövsiyəm ondan ibarətdir ki, heç vaxt öz arzu və məqsədlərindən geri çəkilməsinlər və bu yol əvvəl də qeyd etdiyim kimi çətindir, əziyyətlidir. Lakin sonda bu yolun gözəl bir nəticəsini görmək nəinki bizim üçün, hətta bizim valideynlərimiz və müəllimlərimiz üçün də çox qürurverici bir haldır. Bakalavr təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm. Növbəti təhsilimi, rezidentura və növbəti təhsil həyatımı isə xaricdə davam etdirmək kimi fikirlərim də vardır.